İmam Sadiq əleyhissalam buyurur ki, əhəd Allahın zatında bölünməz və hissələrə tabi olmayan tək olmasıdır. Yəni biz əhəd dedikdə qul huvallahu əhəd, yəni o zatında bölünməz və hissələrə ayrılmazdır. Əhəd bölünməz mənasını verir bəs, yeganə. Və yəni onun zatı hissələrə ayrılmaz. Bədən deyil, maddə deyil ki, Allahın zatını hissələrə bölək. O, mümkünəl vücuda aiddir. Bizim kimi ehtiyaclı, varlığı özündən olmayan məxluqatlara aiddir. İmam Rıza əleyhissalam da buyurur ki, növbəti ayədə mən bunu oxuyum, hədisindən izah edeyim ki, Allahu Saməd. Allah Səməddir, yəni ehtiyacsızdır. Və İmam Rıza əleyhissalamdan da hədis var ki, Həzrət buyurur ki, əhəd yeganə varlıqdır ki, heç bir şey ona bənzəməz. Yəni, sən ki dedin, qul huvallahu əhəd, Allah yeganə Allahdır. Artıq əhəddən məqsəd nədir? Yeganə varlıqdır ki, heç bir şey ona bənzəmir. Yəni, zatında onun bir bənzərliyi yoxdur. O, heç bir şeyə bənzəmir. Və növbəti ayə Allahu Saməd. Allahu Səməd, yəni bütün varlığı özündəndir. Yəni Allahın ehtiyacı qıraqdan ödənilməz. Allahın bütün varlığı özündən, elmi özündəndir, xaliqiyyət özündəndir, rübubiyyət özündəndir. Hər bir şeyi Allahın özündəndir. Niyə? Çünki o vacibəli vücuddur, varlığı özündəndir, vacibdir. Və İmam Sadiq əleyhissalam buyurur ki, Səməd bütün varlıqların ona möhtac olması, onun isə heç nəyə möhtac olmamasıdır. Bu hədislərdə bu ayələrin təfsiridir. Saməddən məqsəd budur ki, bütün varlıqlar ona möhtacdır, ona ehtiyaclıdır. Amma Allah isə heç bir şeyə ehtiyaclı deyil, heç bir şeyə möhtac deyil. Bu təfsiri Qummidə bu hədisdə qeyd olunubdur. İmam Baqir əleyhissalam da buyurur ki, Saməd boşluğu olmayan, bədən olmayan, yeməyən və içməyən Allahdır. Təvhid-i Səduqda bu qeyd olunur. Yəni Allahu Səməd dedikdə Allahda bir boşluq yoxdur ki, o da olsun. Sən elmsizsən, oxumalısan ki, elmə sahib olasan, o boşluğu doldurasan. Acsan ki, yemək yeyəsən ki, o aclıq boşluğunu doldurasan. Amma Allahda belə bir şey yoxdur. Niyə? Çünki Allah bədənə sahib deyil, maddi varlıq deyil. Ki, maddi varlığın bu şeylərə ehtiyacı var, yeməyə, içməyə. Amma Allah mücərrəd bir varlıqdır, varlığı özündən olandır və Allahın yeməyə, içməyə, bədənə heç bir ehtiyacı yoxdur. Yəni bu cümlə Allahın xalis mahiyyətini, cism olmadığını bildirir. Allahu Saməd. Bir dənə mən hədisi qeyd edeyim, Nur-u Səqaleyndə qeyd olunubdur. Buyurur ki, Səməd, o ki deyirik Saməd, dua üçün sığınacaq tapdıqda sığınılan Allahdır. Biz Saməd deməklə bütün ehtiyaclarımızı, bütün o bizdə olan boşluqları onunla doldurmağa, bütün ehtiyaclarımızı onunla ödəməyə üz apardığımızdır. Yəni dua üçün sığındığımız bir varlıqdır ki, dua üçün sığınacaq tapdıqda sığınılan Allahdır. Və ayənin digər ayədə buyurur ki, ləm yəlid, o doğmayıb. Baxın, Allah övlada sahib deyil. Həzrət Əmir əl-Müminin buyurur ki, doğmaq cisimlərin sifətidir. Cisim maddi varlıqlara şamildir. Allah cisim deyil ki, övladı olsun. Bu Nəhcül Bəlağədə xutbə 152-də Həzrət Əmir əl-Müminin buyurur. Allah ki, cisim deyil, maddi varlıq deyil ki, onun övladı olsun. O doğmayıb.
övlada sahib deyil. Və İmam Sadiq əleyhissalam buyurur ki, ləm yəlid heç nə onun zatından ayrılıb yaranmayıb. Ləm yəliddən məqsəd budur ki, heç nə onun zatından ayrılıb yaranmayıb. Yəni Allahın zatındadır hər bir şey. Yəni qıraqdan Allaha nəsə verilməyib, qıraqda Allaha nisbət verilməyib. Allahın qudrəti, xaliqiyyəti, bütün sifətləri onun zatındadır. Bu ayə bilirsiniz də bütpərəstlik, xristiyanlıq və müşrik inancında olanlar üçün Peyğəmbərə nazil olan ayədir. Allahın oğlu düşüncəsində olan İsa Məsih Allahın oğludur. Bu düşüncədə olanlaradır. Və sonra buyurur ki, vələm yuləd və özü də doğulmayıb. O yaranmayıb, yəni onu kimsə doğmayıb. İmam Bağır əleyhissalam buyurur ki, doğulmaq möhtac və başlanğıcı olanın sifətidir. Doğulmaq möhtac və başlanğıcı olanın sifətidir. Amma nə başlanğıcı var, nə əvvəli var. Allah əvvəldə də var, ortada və sonda da. Elə bir vaxt, zaman olmayıb ki, Allah olmasın. Huvəl əvvəlu vəl-axiru. O əvvəldə də var, axırda da olacaq. Allah nə bir səbəbdən yaranıb, nə də zaman ona təsir edir. Allah hansısa bir səbəbdən xəlq olunmayıb. Səbəbi, zamanı yaradan Allahdır. Nə də zaman ona təsir edə bilir. Və vələm yəkulləhu qufuvən əhəd. Ona tay olan heç bir şey yoxdur. Yəni Allahın bənzəri yoxdur. Allahın bənzəri yoxdur. İmam Sadiq əleyhissalam buyurur ki, kufuvən onun zatına, sifətlərinə və əməlinə bənzər bir varlıq olmaması deməkdir. Yəni heç bir şey onun zatına, sifətlərinə, əməlinə bənzər bir varlıq yoxdur. Mümkün deyil. Həzrət Əmir əl-Möminin də buyurur ki, əgər onun kimi bir varlıq olsaydı, hökm onlar arasında bölünərdi. Əgər ikinci bir Allah təsəvvür olunsaydı, onun da müəyyən hökm və qayda qanunları olardı. Əgər bu dünyada bir münəzzəmlik görürüksə, gecə gündüzün əvəz olunması, ulduzun, ayın, günəşin, bütün hər şeyi nəzm, intizam görürüksə, vahid bir nəzm, intizam görürüksə, bir yeganə Allahın, vahid Allahın olmaqlığının göstəricisidir. Amma sonda mən İxlas surəsinin fəziləti haqqında bir neçə hədis söyləyim ki, bu hədisi oxumaq nə qədər fəzilətlidir. Quran-ı Kərimdə bu surə Təvhid surəsi adlanır da. Ən böyük Təvhid surəsidir, İxlas surəsi. Peyğəmbər buyurur ki, Qul huvallahu əhəd surəsi Quranın 1/3-ə bərabərdir. Və Həzrət Əmir əl-Möminin buyurur ki, bu surəni Cəbrail xüsusi surətdə əziz Peyğəmbərimizə gətirmişdi. İmam Sadiq buyurur ki, kim bir dəfə oxusa İxlas surəsini, Allah ona 1000 xeyir əməl savabı yazar. Və Peyğəmbər buyurur ki, Əhəd surəsini sevən, Təvhid surəsini sevən cənnət sevənlərdəndir. Bəli. Bu surənin müəyyən bir mesajları var ki, bir, Allah vahiddir, amma rəqəm vahidi kimi deyil, bölünməz və bənzərsizdir. Allah səməddir, hər kəs ona möhtac, o heç kimə möhtac deyil. 3. Allah doğmaz və doğulmaz maddi deyil, səbəbə tabi deyil. Və 4. Ona tay bərabər yoxdur, heç bir varlıq onun müstəqil şərik ola bilməz. Və sonuncu, bu surə Təvhidin ən yığcam və ən qüdrətli bəyanıdır. Bu iki dərsimiz İxlas surəsi haqqında müxtəsər şəkildə təfsir idi. Sağ olun, Allaha əmanət olun.